Salam əziz izləyicilər, bu gün 2008-ci ildə keçirilmiş 4-cü qrup qəbul imtahanının A variantının suallarının izahlarını verəcəm. 26-cı sualdan başlayaq. A, B vektoru verilib bizə. Bu vektorun əksi olan vektorun koordinatlarının cəmini tapın. A, B vektorunun koordinatlarını tapmaq üçün B-nin koordinatlarından A-nın koordinatlarını çıxırıq. Yəni A, B vektorunun koordinatları bərabər olacaq. 3-dən 9 çıxanda -6, 4-dən 1 çıxanda isə -3. Bu vektorun əksi olan vektorun koordinatları isə olacaq -6, -3. Bizdən həmin əks vektorun koordinatlarının cəmini soruşur. Deməli 6 ilə -3-ü toplayanda cavab olacaq -3. B variantı. 27-ci sual. Kəsirin düzgün kəsir olması üçün n-in aldığı natural qiymətlərin cəmini hesablayın. Düzgün kəsir nə deməkdir? Düzgün kəsir sürəti məxrəcindən kiçik olan və müsbət olan kəsir deməkdir. Yəni 5n minus 7 kiçik olmalıdır 2n plus 13-dən. N'ləri bir tərəf atsaq, solda olacaq 5n çıxılsın 2n. Kiçikdir, sağda olacaq 13 plus 7. Buradan 7n kiçikdir 20-dən, n də kiçikdir. Daha doğrusu 5-dən 2 çıxanda 3n qalır. N də kiçikdir 20 bölünsün 3. 20 bölünsün 3-də yazırıq 6 tam 3-də 2 kimi. Həmçinin 5n minus 7-ni yazırıq. Böyük 0-dan. Buradan 5n böyük olur 7-dən. N də böyük olur 1 tam 10-da 4-dən. Deməli n 1 10-da 4-dən böyük 6 tam 3-də 2-dən kiçik olmalıdır. Bu aralıqdakı natural qiymətlərinə baxsaq, natural qiymətlər olacaq 2, 3, 4, 5 və 6. Bu natural qiymətlərin cəmini soruşur. Bunları topladıqda 2, 3, 5, 10, 14, 20 olur. Cavab olur B variantı. 28-ci sual. Verilmiş tənliyin kökü intervallardan hansına daxildir? Loqaritmaların hər birinin dərəcəsi eynidir. Dərəcələr eynidirsə, o zaman əsasları hesablamalıyıq və loqaritma 7 əsasdan x üstə gəlinsin, loqaritma 7 əsasdan 4. Əgər loqaritmalar arasında toplama və əməli varsa və bu loqaritmaların dərəcələri bir-birinə bərabərdirsə, dərəcəni olduğu kimi saxlayıb əsasları bir-birinə vururuq. Yəni x vurulsun 4 olur. Bərabər olur loqaritma 7 əsasdan 24-ə. Dərəcələr bərabərdir. O zaman 4x bərabər olur 24-ə, x də bərabər olur 6-ya. 6 hansı aralıqdadır? 6, 5 və 8 aralığına düşür. Cavab B variantı. 29-cu sual. Bərabərsizliyi həll edin. Bərabərsizlikdə bizə göstərilib kiçikdir 0-dan. 0-dan kiçik olması üçün bizim məxrəcimiz onsuz mənfidir. Deməli, sürətimiz müsbət olmalıdır ki, bu ifadə 0-dan kiçik olsun. Çünki müsbəti mənfiyə böləndə cavab həmişə 0 olur. 0-dan kiçik olur. Ona görə yazırıq 7 çıxılsın 2x böyük 0-dan. Buradan 2x kiçik 7 olur. X də kiçik olur. 7 bölünsün 2-dən. Yəni 3 tam 2-də 1-dən. Cavabımız da olur A variantı. 30-cu sual. Hər bir daxili bucağı 140 olan düzgün çoxbucaqlının neçə tərəf var? Düzgün çoxbucaqlının bir daxili bucağı nəyə bərabər idi? N çıxılsın 2 vurulsun 180. Bu bizə verir çoxbucaqlının daxili bucaqlarının cəmini. Daxili bucaqlarının cəmini tərəflərin sayına böldükdə isə bizə verir bir daxili bucağın dərəcə ölçüsünü. Ona görə bunu bölürük. N-ə bərabər edirik 140-a. 180 N çıxılsın 360 bərabərdir 140 N-ə. N-ləri sol tərəfə atsaq, solda qalır 40 N. 360 sağa atanda sağda 360. N də bərabər olur 9-a. Deməli, bu çoxbucaqlının 9 tərəf var. A variantı. 31-ci sual. A-nın hansı qiymətində -1, -9 cütü bu tənliyin həllidir? Bu x-in qiymətidir. -1, -9 da y-in qiymətidir. Deməli, x-in yerinə -1, y-in yerinə -9 qoyub A-nın qiymətini tapırıq. A vurulsun, x-imiz -1 idi. Çıxılsın, y-imiz -9 bərabərdir 4-ə. -A üstə gəlinsin 9 bərabər 4. A da bərabər olur buradan 5-ə. Cavab B variantı. 32-ci sual.
Taxta parçasını 5 hissəyə ayırmaq üçün 8 dəqiqə lazımdır. Bu taxta parçasını 4 hissəyə ayırmaq üçün neçə dəqiqə lazımdır? Taxta parçası olsun bu. Taxta parçasını 5 hissəyə ayıranda biz onu 4 yerdən kəsməliyik. 1, 2, 3, 4. Taxta parçasını 4 hissəyə ayırmaq üçünsə biz onu 3 yerdən kəsməliyik. Deməli, taxtanı 4 yerdən kəsmək üçün bizə lazım olur 8 dəqiqə. Taxtanı 3 yerdən kəsmək üçün bizə nə qədər vaxt lazımdır? Buradan da sual işarəsi bərabərdir 6-ya. Cavab A variantı. Mütənasib formada həllini tapırıq. 33-cü sual. Xətti funksiyaların qrafiklərinin kəsişmə nöqtəsinin koordinatlarını tapın. Kəsişmə nöqtəsinin koordinatları y və x-in eyni olduğu qiymətlərdir. Deməli, bu ifadənin y bərabər olur bu ifadənin y-nə. O zaman 5x plus 6 da bərabər olur 4x plus 2-yə. Buradan da x bərabər olur 4-ə. X-in yerinə 4 qoyanda y-imiz bərabər olur 5 vur 4, 20 üstə gəlməsin 6. Daha doğrusu x bərabərdir -4-ə, müsbət 4 deyil. X-in yerinə də -4 qoyduqda y-imiz bərabər olur 4 vur -4, -16 plus 2. Bu da bizə verəcək -14. Deməli, x -4, y -14. Cavab B variantı. 34-cü sual. A plus B bizə verilib, A vurulsun B verilib. Bu ifadənin qiymətini soruşur. Əgər A ilə B-nin hasili müsbətdirsə, deməli A ilə B ya hər ikisi mənfidir, ya da hər ikisi müsbətdir. Həmçinin A və B-nin cəmi əgər mənfi verilibsə bizə, deməli bu ifadələrin ikisi də mənfidir. A da kiçikdir 0-dan, B də kiçikdir 0-dan. Əgər B 0-dan kiçikdirsə, o zaman modulda B-dən çıxacaq -B. Belə yazsaq ona 1 bölünsün A çıxılsın -B bölünsün B kvadrat. Bu mənfi ilə bu mənfi bir-birini aparıq olur müsbət. B-miz 0-dan fərqli ədəd olduğunu bilirik. Çünki B 0 olsa A ilə B-nin hasili 0 olardı. O zaman bunları ixtisar aparıq. Qalır geriyə 1 böl A. Üstə gəlinsin 1 böl B. Bu ifadə bizə verəcək AB bölünsün A plus B-nə. A plus B bizə verilib -12. AB də verilib bizə 2. -12-ni də 2-yə böləndə cavab olur -6. D variantı. 35-ci sual. A ilə düzbucağının B ilə üçbucağın nöqtələri çoxluğu işarə olunur. Hansı ifadə ştriklənmiş hissəni göstərir? Bu ştriklənmiş hissə bizə nəyi verir? Belə A çıx B-ni verir. Sadəcə biz gəlin bütün variantları bir-bir yoxlayaq. A variantını yazılıb B çıxılsın. B çıxan nə deməkdir? B çoxluğundan B ilə A-nın kəsişməsini çıxırıq. Yəni geriyə qalır bu hissə. Amma bizə bu hissə lazım deyil. B variantına baxaq. B-də A ilə B-nin kəsişməsi yazıb. Kəsişmə bu hissəni verir bizə. Deməli o da deyil cavab. C variantına baxaq. C variantına A və B-nin birləşməsi yazılıb. Birləşmə bütün hamısı deməkdir. Ona görə o da deyil cavab. D variantına sadəcə A yazılıb. Sadəcə A bizə verir bunu. Yəni bu hissəni çıxmayıblar. Ona görə düzgün cavab D də deyil. Amma Y variantında A çıx B yazılıb. A çıx B nə idi? A-dan A və A ilə B-nin kəsişməsini çıxırıq. Yəni geriyə qalır bu ştriklənmiş hissə. Cavab oldu Y variantı. 36-cı sual. Ədədlərdən hansı 3 üstü x plus 7 funksiyasının qiymətlər çoxluğuna daxildir? 3 üstü x plus 7 funksiyasında 3 üstü x həmişə 0-dan böyük qiymətlər alır. Yəni 3 üstü x-in aldığı qiymətlər həmişə böyükdür 0-dan. O zaman bu ifadənin qiymətlər çoxluğu deməli həmişə 7-dən böyük qiymətlər alacaq. Çünki 3 üstü x böyükdür 0-dan. 7 də olduğu kimi qalır. 7 ilə 0-dan böyük hər hansı bir ədəd toplayanda bu ifadənin qiyməti 7-dən böyük verir bizə. Bizdən də soruşur, ədədlərdən hansı qiymətlər çoxluğuna daxildir? 0 daxil deyil. Çünki biz demişik,
Y-imiz burada həmişə 7-dən böyük qiymətlər alacaq. 1 də deyil, 6 da deyil, 7 də deyil, çünki 3 üstü x heç vaxt 0 ola bilməz. Cavab qalır sadəcə A variantı 8. 37-ci sual. Şəkildəki düzbucaqlı bərabər kvadratlara bölünüb. Ştrixlənmiş isə düzbucaqlının hansı hissəsidir? Bərabər kvadratlara bölündüyü üçün bütün tərəflərin uzunluqları bir-birinə bərabərdir. Yəni x desək bu kvadratın bir tərəfinə, digər tərəfdə olacaq x. Həmçinin bütün tərəflər belə x, x. Əvvəlcə tapaq düzbucaqlının sahəsini burada. Düzbucaqlının sahəsi nəyə bərabərdir? 4x vurulsun 6x-ə. Verəcək bizə 24x kvadrat. Sonra yuxarıdakı üçbucağın sahəsinə baxaq. Yuxarıdakı üçbucağın sahəsi veriləcək bizə, burada 90 dərəcədir. Verəcək bizə n vurulsun uzunluq bölünsün 2. Yəni 4x vurulsun 2x, 8x kvadrat bölünsün 2, 4x kvadrat. Bunun sahəsi. Eyni ilə digər üçbucağa da baxsaq, x, 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 x. 2x-i 3x-ə vuranda 6x kvadrat, böləndə 2-yə 3x kvadrat. Deməli, üçbucaqların sahələri cəmi oldu 7x kvadrat. Düzbucaqlının sahəsi 24x kvadrat. Bir-birinə böləndə cavab olur 7 bölü 24. Cavab C variantı. 38-ci sual. X-in hansı ən böyük qiymətində 2x 3 ədədi 3-ə bölünür? Bu ədədin 3-ə bölünməsi üçün ədəd rəqəmlərinin cəmi 3-ə bölünməlidir. Rəqəmlərin cəmini hesablasaq 2 plus x plus 3 olur. Bu da verir bizə 5 plus x-i. X-in hansı ən böyük qiymətində bu cəm 3-ə bölünür? Yoxlayaq, 9 qoysaq x-in yerinə olur 14, 14 3-ə bölünmür. X-in yerinə 8 qoysaq olur 13, yenə bölünmür. Amma x-in yerinə 7 qoysaq 5 və 7-nin cəmi olacaq 12, 12 də 3-ə bölünür. Ona görə cavab 7, yəni A variantı. 39-cu sual. Tənliyin kökləri cəmini tapın. Bu tənliyin kökləri cəmini tapmaq üçün x-ları atırıq sol tərəfə, olur 4x kvadrat minus 9x bərabər 0-a. X-i mötərizənin xaricinə atanda içəridə qalır 4x minus 9 bərabər 0. Buradan x1 bərabər olur 0-a. 4x ikinci tərəfdən 4x çıx 9 bərabər 0. x2 də bərabər olur 9 bölünsün 4-ə. Bizdən tənliyin kökləri cəmini soruşur. Kökləri cəmdə olacaq 9 bölünsün 4. B variantı. 40-cı sual. Şəkildə verilənlərə görə alfanı tapın. 25-40 verilib bizə. Bu bucağımız alfadırsa, deməli bunun digər tərəfində olan bucaq olacaq 360 minus alfa. Eyni ilə bu AOC bizim mərkəzi bucağımızdır və bu vətərə söykənib. Eyni ilə bu vətərə bizim bir dənə də daxili çəkilmiş bucağımız var, hansı ki eyni vətərə söykənib. Əgər daxili çəkilmiş bucaqla mərkəzi bucaq eyni vətərə söykənibsə, burada daxili çəkilmiş bucaq mərkəzi bucağın yarısına bərabərdir. Yəni bu daxili çəkilmiş bucaq bərabər olacaq alfa bölünsün 2-yə. Burada bizim bir dördbucaqlımız var. Dördbucaqlının daxili bucaqları cəmi 360-dır. Belədirsə daxili bucaqlarını toplayaq. 25, 40, alfa bölü 2, 360 minus alfa. 360'lar əvvəlcədən gedir. Alfaları ikisini də sol tərəfə atsaq, sol tərəfdə qalacaq alfa bölünsün 2. Sağda isə qalacaq 25 və 40-ın cəmi 65. Buradan da alfa bərabər olur 130-a. Bizdən də alfanı soruşurdu. Cavab oldu 130 D variantı. 41-ci sual. İfadəni sadələşdirin. İfadəni sadələşdirmək üçün solda mötərizələri vurub açırıq. Sağda da müxtəsər vurma düsturuna görə mötərizəni açırıq. Solda olur 4c kvadrat minus 8c çıxılsın c kvadrat çıxılsın 16 üstə gəlinsin 8c. Müsbət mənfi 8c-lər gedir. 4c kvadratdan c kvadrat çıxanda qalır 3c kvadrat çıxılsın 16. Cavab D variantı. 42-ci sual. İfadəni sadələşdirin. İfadəni sadələşdirmək üçün bu ifadədən A-nı mötərizənin xaricinə ataq. İçəridə qalacaq A üstə gəlinsin 2B. Vurulsun AB olduğu kimi qalsın. Məxrəcdə isə A kvadrat minus 4B kvadratı A kvadrat çıx B kvadratına görə müxtəsər vurma düsturuna görə vuruqlar ayırıq.
Olur A çıxılsın 2B, vurulsun A plus 2B. A plus 2B'lər ixtisar gedir. Cavab da qalır A kvadrat B bölünsün A minus 2B. Yəni A variantı. 43-cü sual. Ölçüləri 1,5 desimetr. Əvvəlcə 1,5 desimetri santimetrə çevirək. Çünki cavablar bizə santimetrlə verilib. 1 desimetrimiz 10 santimetr idi. Ona görə 1,5 desimetri vururuq ona, olur 15 santimetr. 4 santimetr verilib və 4də 3 metr verilib. Metri də santimetrə çevirmək lazımdır. 1 metr 10 desimetr 100 santimetrdir. 1 metr 100 santimetr olduğu üçün 4də 3'ü vururuq 100'ə, olur 300 bölünsün 4. Bu da verir bizə 75 santimetr. Deməli, düzbucaqlı paralelipedin həcmini hesablayın. Düzbucaqlı paralelipedin tərəflərin uzunluqlarını bilirik. Tərəflərin uzunluqlarını biliriksə, onda onun həcmi bərabər olur A vurulsun B vurulsun H. Bu da olacaq 15 vurulsun 4 vurulsun 75. Bərabər olur 60 vurur 75'ə. O da bərabər olur 4500'ə. Santimetr kub. C variantı. 44-cü sual. Tənliklər sistemindən x minus y fərqini tapın. Tapmaq üçün yuxarıdakı ifadədə hər tərəfi vuraq əvvəlcə 3'ə. Olur 3x plus y bərabərdir 9'a. Sonra tərəf-tərəfə çıxaq. Yuxarıdan aşağı. Çıxanda qalır 3x minus 3'də 1x. Üstə gəlinsin 0, çünki y-dən y çıxanda 0 qalır. 9'dan da 5 çıxanda qalır 4. Bu ifadəni yazaq 9'da, daha doğrusu 3'də 9 kimi. Məxrəclərini eyniləşdirək. O zaman olur 3'də 8x bərabər 4'ə. 4 ilə 8 ixtisar gedir, qalır 2. 2x bərabər 3. X də bərabər olur 1,5'ə. X 1,5 isə y-i tapaq. Burada x-in yerinə 1,5 qoysaq, 1,5 3'ə böləndə qalır 0,5. Üstə gəlinsin y bərabər 5'ə. Buradan da y bərabər olur 4,5'ə. Fərqini soruşur. 1,5'dən çıxanda 4,5'i qalır -3. Y variantı. 45-ci sual. ABC bucağı düz bucaq olarsa, alfa minus beta da 30 olarsa, alfanı tapın. Alfa minus beta verilib bizə 30 və burada B bucağımız 90 dərəcə olduğu üçün alfa və betanın cəmi də olur 90 dərəcə. Tərəf-tərəfə çıxsaq, daha doğrusu tərəf-tərəfə toplasaq, olacaq 2 alfa bərabərdir 120, alfa da bərabərdir 60 dərəcəyə. Cavab C variantı. 46-cı sual. Şəkildə ASB düzbucaqlı üçbucaq, AM tənbölən və bucaq CAB 50 dərəcədir. Bucaq CAB 50 dərəcədirsə və AM tənböləni çəkilibsə, o zaman burada qalan kiçik bucaqlar hər biri olur 50'nin yarısı, yəni 25 dərəcə. 25, 90, deməli bu bucağımız olacaq 65 dərəcə. Bizdən bucaq AMC-ni soruşurdu, elə cavab da oldu 65 dərəcə. C variantı. 47-ci sual. İfadəni vuruqlara ayırın. İfadəni vuruqlara ayırmaq üçün bu ikisini bir qruplaşdıraq, bu ikisini də bir. Bu ifadədən x kvadratı mötərizənin xaricinə atsaq, mötərizənin içində qalır 4x minus 3. Eyni ilə sağ tərəfdən -4'ü mötərizənin xaricinə atsaq, içəridə qalır müsbət 4x minus 3. Bu ifadə də bizə verir 4x minus 3 vurulsun x kvadrat minus 4. X kvadrat minus 4'də x minus 2 vurulsun x plus 2 kimi yazırıq. Cavab da olur Y variantı. 48-ci sual. İfadəni sadələşdirin. Bu ifadəni sadələşdirmək üçün sürətdə kök altında 6'nı atırıq mötərizənin xaricinə. İçəridə qalır 1, üstə gəlinsin kök altında 2, üstə gəlinsin kök altında 3. Aşağıda isə kök altında 2'ni atırıq mötərizənin xaricinə. O zaman qalır 1, üstə gəlinsin kök altında 3, üstə gəlinsin kök altında 2.
İxtisar gedir bir-biri ilə cavab qalır kök altında 6 bölünsün kök altında 2. Bu da bizə verir kök altında 3-ü. Y variantı. 49-cu sual. Cədvəldəki bütün ədədlərin neçə faizi natural ədədlər təşkil edir? Cədvəldə ümumilikdə 10 ədəd var və onlardan biri, ikisi naturaldır. İkisi naturaldırsa 2 bölünsün 10 vurulsun 100, o cavab olacaq 20%. 50-ci sual. 13, 15 və s. ədəd silsiləsinin 7-ci həddini tapın. Bu ədəd silsiləni 13-ə A1 desək, 15-ə A2 desək, D bərabərdir 2-yə. D bərabər 2 olarsa A7-ni tapmaq lazımdır bizə. A7 də bərabər olacaq A1 üstə gəlinsin 7 çıxılsın 1 vurulsun D. Bu da olacaq A1-imiz 13-dür. 7-dən 1 çıxanda qalır 6, D-miz də 2-dir. Cavab olur 25, D variantı. Beləliklə bu qəbul imtahanında izahlarını bitirmiş olduq. İnşallah növbəti günlərdə yeni videolarla görüşəndək sağ olun.